Salam, hər birinizi xoş gördük. 23-6-cı ay 2026-cı il tarixində sertifikasiya ikinci şans imtahanı baş tutmuşdur və həmin imtahandan olan sualların bugün sizlərlə izahını paylaşacağım. Müəllimləri ən çox maraqlandıran suallar idi. İmtahan asan idimi, çətin idimi, necə idimi? Onu da qeyd edim ki, yəni suallar rahat idi, belə deyim, ikinci şansda rahat idi. Ayın 24 üçün olan suallar, materiallar əlimə keçsə, əlbəttə ki, böyük məmnuniyyətlə onu da sizlər üçün paylaşım edəcəm. Gəlin baxaq birinci suala. Deyir, raster qrafikasının ən kiçik elementini müəyyən edin. Raster qrafikasında hər bir piksel bir nöqtə olaraq götürülür. Yəni nöqtələrin sayı piksel. Ən kiçik element olaraq da piksel qəbul olunur. Punkt da bilirik ki, Word-də bir punkt nə qədərdir? 0,35 millimetrdir. Santimetr deməli, uzunluq vahididir. Xəttdəki vektordadır. Vektorda xətti. Bunda üzərindən xətt çəkirik. Bitdəki ölçü vahidi bit, bayt ən kiçik bitdir. Sonra bayt, kilobayt, megabayt və s. Doğru cavab oldu. Hansı variant? Piksel. İkinci sual. Ana lövhə üzərində yerləşən qurğuları istəyir. Ana lövhə üzərində baxıram, genişləndirmə yuvası var, operativ yaddaş ramı var, sonra CPU-su var, prosesoru, sistem bloku yerləşmir. Yəni ana lövhə sistem blokun içərisində yerləşir. Bəzən də buna sistem lövhəsi də deyirik. Sonra qida bloku, bilirik ki, qida bloku sistem blokun daxilindədir, amma ana lövhə üzərində deyil. Sonra burada operativ proses, plotter çıxış qurusu, buna görə çıxıram. Burada da sistem blokuna görə çıxıram. Doğru cavab variantımız A variantı olmuş olur. Keçək üçüncü suala. Web səhifəyə qrafik təsvir əlavə etmək üçün HTML kodunu istəyir. Image screen. Baxıram ki, burada birinci ilə axırıncı çapda eyni düşübdür. Elə doğru cavab budur. Ancaq burada yenə də yanlış olanlara baxaq. Heç vaxt reflə götürülmür, hereflə götürülmür. Açılışla bağlanış tepləri də uyğunsuzluqdur. Bu da səhvdir, bu da səhvdir. Sonra doğru olaraq sonuncu variantı qəbul edirik. 5. Altlogo proqramlaşdırma mühitində 10 bucaqlının çəkilməsini istəyir. 10 bucaqlı, yəni x, y dəyişənlərinin yerinə hansı qiymətləri versək. Baxıram ki, burada qələmi indir təkrarlı x verib. Ümumiyyətcə, biz dönmə bucağını, yəni 360-ı bölsək nəyə? 360-ı, y-in yerinə 36 versəm, yəni dərəcəsinə bölsək, buradan bucağı tapmış oluruq da. Bu zaman nə verir bizə? 10 bucaqlı verir. 10 bucaqlı. Deməli, bura 10 yazaq, burada 36 versək, doğru cavab variantımız hardadır? Axırıncıda. 6. Belə bir say sistemi verilibdir. Çox sadə. Ümid edirəm ki, bunu çoxlar yazmış olar, rahatdır. Yazaq misalı. Burada nömrələmə solu ilə gedək. Burada verir x plus, deməli 3. Buradan alırıq 19. X-imiz də nədir? 16. Deməli, x-i 16 tapmış olduq. Keçək 7-yə. Simsiz rabitə şəbəkə texnologiyalarını müəyyənləşdirməyimizi istəyir. Ümumiyyətlə, bir dənə geri dönüş edək internetdə. Simli nədir, simsiz nədir? Ötürülmə mühitinə görə, baxın, ötürülmə mühitinə görə. Mühitə görə iki yerə bölünür. Biri simlidir, simli. Digəri simsizdir, simsiz. Simlilər hansılar idi? Simlilər, baxın, koaksili idi. Yadınızdadırsa, vurulmuş cütüydü. Vurulmuş cüt. Sonra bir də fiber optik idi, ən bahalısı olan. Fiber optik. Bəs simsizlər hansılar idi? Simsizlər radio siqnallar var idi. Sonra mikrodalğalar gedirdi. Bir də peyk rabitəsi var idi. Düzdür? Peyk rabitəsi. İndi sual sizi çaşdırmasın da ki, burada radio siqnallar da simsizdir axı. Ötürülmə mühitinə görə simsiz olaraq radio siqnal simsiz gedir. Amma ümumiyyətlə texnologiyaları deyirsə, biz götürürük onda Wi-Fi, sonra Li-Fi, bir də Bluetooth. 1, 5, 6. Sonuncu variant. Bəs RJ nədir? 45. Bağlayıcıdır. Bağlayıcıdır. Radio siqnal da ötürülmə mühitinə görə simsizdir. Aha. Provider də təşkilatdır da. İnternetə qoşulmaq üçün təşkilatdır. Deməli, doğru cavab variantı simsiz şəbəkə texnologiyaları 1, 5, 6. Keçək 8-ə. İnformasiya modellərini müəyyənləşdirməyimizi istəyir. Modellər olaraq iki yerə bölünür də, bilirik ki, biri maddi model, digəri informasiya modeli. İnformasiya modeli. Maddi model gözlə görülə bilən, toxunula bilən, informasiya modeli də bilik, orada məlumat əldə edirik. Şəhər xəritəsi informasiyadır.
Sxem informasiyadır. Bir də cədvəldir. Yerdə qalan oyuncaq maşın maddi modeldir. Maniken də maddi modeldir. Onda da doğru cavab 1, 2, 5. 1, 2, 5. 9-cu sual. Klasterin ölçüsü 4 kilobaytdır. Neçə klasterə yerləşər deyir. Biz onda 823 kilobaytı bölsək 4 kilobayta, buradan almış oluruq. Bir dənə kalkulyatordan gedək. Deməli 823 bölünsün 4. Baxaq. 205 tam %75. Yəni 205 tam deyirsə, yəni burada 206 klaster götürürük də. Yəni axırıncını da yerləşdiririk yerdə qalan. Bu zaman olur birinci A variantı. Yəni disk ölçüsünü istəmir. Sadəcə klasterlərin sayını istəyir bizdən. Sonra 10. Proqram təminatı. Proqram təminatı biz bilirik ki, neçə yerə bölünür? 3 yerə bölünürdü. Sistem, tətbiqi, proqramlaşdırma alətləri. Sistem proqramlarına aiddir. 1-ə yazıram A. Sonra bir də burada var C, əməliyyat sistemi. Bu arxivdir. Bu Windows, bu əməliyyat sistemidir. Bu VBS-dir. Tətbiqə gedir. Bu da proqramlaşdırma dilinə gedir. Deməli, tətbiqi proqramlar B, sonra var D, B, D. Bir də proqramlaşdırmaya da qalır Y. 1 AC, 2 BD, 3 Y. Baxaq, 2 BD, 3 Y. Doğru cavab D variantımız olur. Sonra antivirus proqramlarını müəyyənləşdirməyimizi istəyir. Kaspersky'dir, sonra bu arxivdir, bu deyil. Doktor Web bu da daxildir. Kafe də var, bir də Avast var. Linux-da əməliyyat sistemidir. Olur 1, 3, 4, 5. 1, 3, 4, 5. A variantı. 12-ci sual. Girişə verilən x tam ədədi üçün, aha, burada biraz yanaşı verilibdir. Yəni bu görünür də budaqlanmadır. Şərt də var burada. Deməli, şərt varsa 2x minus 7-də də x kiçik bərabər 45. Əgər aralıq varsa, deməli nədir bu? Budaqlanma. Əgər aralıq varsa, parça varsa dövr olacaq. Yoxdursa, deməli şərt varsa olur budaqlanma. Düzgün IP ünvanlarını istəyir. Ümumiyyətcə IP ünvanlarına baxsaq, gəlin geri dönüş edək. IP ünvanları deməli 0-dan 255 aralığına düşür qiymətləri. Sonra IP ünvanları hər biri deməli 4 aktet olmaqla 3 nöqtə ilə ayrılır və hər bir aktet 1 bayt olmaqla yuva deməli 32 bit yaddaş təşkil edir. 0-255 aralığında da olur. Deməli, baxaq, birincidə yarısı o üzə, yarısı bu üzə düşüb, amma yenə də baxaq, seçmək mümkündür. Deməli, burada 1 doğrudur. 2-də artıq görürəm nöqtələri. 3-də 255-i aşır. 4-də də 2, 3, 4-də də doğrudur. 5-də 2 nöqtədir, səhvdir. 0-dan başlayıb 0-dan da bitə bilər. Deməli, 1, 4, 6. O da olur A variantı. 14-cü sual. Surəti çıxarmaq, yaddaşda saxlamaq, verilənləri seçdirmək, ümumiyyətlə klaviaturanın düymələridir. Çox-çox rahat, sadə bir sualdır. Surəti çıxarır deyirsə, deməli, burada kopya əməliyyatından danışır da. Ctrl, S, belə C. Yaddaşda saxlayırsa, deməli, save as-dən danışırıq, faylda save as. Məsəl üçün, Ctrl verir burada kombinasiyası S. Bir də seçdirmək. Seçdirmək də all gedir, hamısını seçərkən. Ctrl A var burada. İndi baxaq. 1-ə A düşür, 2-yə C, S-dir, B-dir daha doğrusu, yəni S olan. 3-ə də seçəndə D variantı. A, B, D. Baxaq görək A, B, D. Hardadır, hardadır? C variantında, üçüncüdə A, B, D. Sonra 15-də deməli Unicode-da istəyir, həcm verib 1024 bayt, simvolların sayını istəyir. Ümumiyyətcə simvolların sayını tapmaq üçün bir simvolun çəkisini verən düsturumuz var idi. Hansı idi o? Simvol vuraq, simvol vurulsun, i-yə bərabərdir həcmə. Simvolların sayını istədiyinə görə x-dir, məlum deyil. Unicode-u da 2 bayt götürək, çünki baytla verib də nəticəni. O da bərabərdir 1024 bayta. Buradan da x-i tapsaq, 1024-ün də yarısına verir. Elə ASCII ilə götürüləndə Unicode-da yarısı 512 bayt. Bu da olur C variantı.
16-cı sual. Aşağıda da təkrar verib, aşağıda baxaq diqqətlə. 16-cı sualda burada nə istəyir? Uyğunluğu istəyir. İlk bilirik ki, tamdır. STR sətirdir. Dırnaqda verilir. Floatda həqiqi tiplərdir. Düzdür? Deməli, burada nə seçməliyik? Tam tipi hansıdır? Tamı verən hansıdır? Deyə C-dir. Başqa yoxdur ki, onda yazıram 1C. Sonra 2 sətir tipidir. Sətir 1 budur. Bir də budur. BY. BY. 1C, 2BY. Baxaq görək varmı? 1C, 2BY. Adı mı görən? 3-də də nədir? Float tipidir. Həqiqi tip. Onda 3-ə də A, bir də D. Belə A variantıdır. 1C, 2B'ye 3A. Sonra keçdik 17-ci suala. Söz Sezar şifri ilə şifrələndikdən sonra K bərabər 5 addımı ilə irəliləyir və alınmış şifrdə bu şəkildə olur. İlkin sözü müəyyən edin deyir. Deməli 5 dənə belə bir sözdür deyək ki, və sonda nəticədə A, N, W, Z, bir də X belə bir şəkilə gəlibdir. Nə qədər K bərabər 5 addımı ilə irəliləyəndən sonra ilkin sözü deyirsə, yəni ilkin söz nəymiş ki, bunu alıb nəticədə o sözü tapmalıyıq. Geri gedirik. 5 addım geri gedirik. Bu zaman gəlin birinci ilə ilə axırıncıya baxaq, görək variantlardan hansı çıxacaq. A-dan 5 addım geri getsə, baxın A-dan gəlirəm 5 addım geri gedirəm. 1, 2, 3, 4, 5. Olur V hərfi. Bir də axırıncı X-dən 5 addım geri gedirəm də. X buradaydı. Olur 1, 2, 3, 4, 5. S də buradaydı. 2 dənə V-li S-li cavab var. Əvvəli sonu. Bundan bu. Görək ikinci N-dan başlayaq. Görək N-da 5 addım geri. 1, 2, 3, 4, 5. O da gəlir İ-yə düşür və cavab da olur virus. Virus. Sonra 18-ci sual. Python dilində yazılmış proqram nəticəsini veribdi bizə. Baxıram ki, 27-ni bölür B-yə. Nisbətli bölmədir. Tamı düşür 4,5. Burada da 27-nin B-yə bölünməsindən alınan qalıq istəyir 3. Sonra da neyinir? 4,5 ilə də 3-ü cəmləyir. Olur 7,5. A bəndi. Onluq say sistemində verilib. 2 üstü 10 ədədini deyir dörtlük say sistemində təsvir edin. Təsvir edək də, yəni baxaq 2 üstü 10 bərabərdir. 4-ü də belə yaza bilərik. 2 üstü 2 üstü 5 ona gətirək. Sonra əmsalı da 2 üstü 0 və ya da 1 yaza bilərik. Bu da 1 vurulsun 4 üstü 5. Bizim düsturumuz var idi. Hazır 2 üstü n bərabərdir. 1 yanında n qədər də 0 yazırdıq. İndi həmin şeydir də. Yəni 1 4 üstü 5'dir. 1 yanında 5 dənə 0, 3, 4, 5. Hamısı 0 olan variantımızda D variantıdır. 20-də. ASCII sistemində belə bir söz yığını verilibdir. Həcmini istəyir, doğru olanları tapın deyir. Biraz aşağı verək. Aha. Deməz, əvvəlcə gəlin sayaq da, saymadan istifadə edək. Sayaq görək. Burada bir dəqiqə üstünə yazmaq istəyirdim. Aha. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Bura 7'dir. Boşluqlar sonunda sayaram. 2 burada var. 1, 2, 3, 4, 5, 6, 7, 8 burada var. 3 burada var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 da burada var. Deməli bunlar bir yerdə toplayaq. Sonda boşluğu da gələk. Nə verir? Ümumən 30 verir. Toplasaq 30 verir. Boşluqlardakı 4 dənə də boşluğumuz var. 4 boşluq. Bu da bizə verir 34 bayt. Aha. İndi biz baxaq görək hansı doğrudur. Baytı 34 simvolu da 1'ə vurur. 34 bayt verir. Doğrudur. Baytdan bitə keçəndə 1 bayt 8 bit vurur. Doğrudur. 1'ə vurma bu səhvdir. Sonra kiçikdən böyüyə bölməlidir. Doğrudur. Burada vurmaq olmaz. Deməli 1, 2, 4. 1, 2, 4 C variantımız. Sonra 21'də yanlış fikirləri istəyir. Deyir maksimum qiyməti ən böyük olan elementi qaytarır. Müəllimlər, YouTube kanalımda hansı metodlar qiymət qaytarır, hansı metodlar qiymət qaytarmır. Çox maraqlı bir bu yaxınlarda test paylaşmışdım. Orada daxil olub baxa bilərsiniz. YouTube kanalımda var ki, qiymət qaytaranlar və qaytarmayanlar. Açıq izah vermişəm, orada baxa bilərsiniz. Burada da maksimum əlbəttə ki, içində böyük qiyməti qaytaracaq da. Bu doğrudur. Bizdən yanlış istəyir. Delete siyahının elementinin sayını qaytar. Xeyr, delete sayını qaytarmır. Məsəl üçün bir siyahı vermişəm. Deyirəm ki 1, 2, 5, 7.
Buradan A nöqtə delete, delete verirəm, tutaq ki 3. Deməli 0, 1, 2, 3 nə qalacaq? Üçüncü indeksi silir də burada. Burada sayını qaytarır söhbəti ola bilməz. Səhvdir. Remove nə qarır? Remove da silir, amma necə silir? Məsələn, A nöqtə remove birbaşa elementin özünü silir. Məsələn, 2-dirsə gedir 2-ni silir. İlk gördüyü elementi silir. Ha, yəni başqa 2-lər də varsa ilk gördüyünü silir. Burada deməli hansında qalmışdıq? Remove-da. Sağdan deyir. Xeyr, sağdan silmir axı. Remove soldan silir. Ona görə də burada sağ düzgün deyil. Bu da səhvdir. Insert nə qarır? B elementini və ya siyahını artırır. Bəli, insert əlavə edir, siyahlarda da əlavə edir də. Bu da doğrudur. Count da neyinir? Sayını qaytarır. Bu da doğrudur. Deməli olur 1, 4, 5. 1, 4, 5. Keçək 22-ci suala. Roma say sistemini istəyir. Roma say sistemində bir dənə baxaq. Bu 1000-dir, 500-dür. Sonra 100, 50, 10'dur, 5'dir, 1'dir. Burada nədir? 10 burada, 100 burada. 100'dan 10, 90. 90 plus 7 bərabərdir 97. Vəssalam. 23. Python dilində yazılmış proqramın nəticəsini istəyir. Sətirdə veribdir, tama çevir deyir. 1, 2, 3. Burada da həqiqiyə çevir. Aha, bu da verəcək 246.0. Baxıram ki, bu variantla bu variant eynidir. Burada da nədir? Tamı 2-yə vur. Tama çevir 2-yə vur. Tama çevirdim, vurdum 2-yə. Nə aldım? 246. Aha, sonra keçirəm 3-cüyə. Sətri 3-ə vurur, sətri 3-ə vurur. Ədəd sayı qədər də təkrarlanır. Olur nə? 1, 2, 3. Bu 1, 1, 2, 3. Bu 2, 1, 2, 3. Bu da 3. Doğru cavab B variantı. Keçək 24-ə. Sonra şəkildə məntəqələri veribdir. Deyir A şəhərindən J şəhərinə müxtəlif yollar istəyir. Bir dənə bir tık yaxınlaşdıraq, baxaq. Çıxışlara baxaq 1, 1, 1. Buradan 1 gəlib, 1 çıxış, 1 çıxış. Sonra C-dən 1 gəlib, hərəsindən 1 çıxış. D-də nə qədər olur? 3 çıxış olacaq. Y-də F-dən gəlir, burada da 1 çıxış, 1 çıxış. Y-dən gələnlər 2 burada, 2, bu da 2-dən çıxış. Vəssalam olur 3 plus 2 plus 5. Düzgün saydım mı? Baxam. Aha, 1-dən 2 çıxış. Buradan da 3. Düz, doğrudur. Bu da eləyir 6. Aha, düzgün variantımız. Baxaq görək aşağıda var. 6 var. 6 var. Müxtəlif yolların sayı oldu 6. 25-ə keçək. 25'te bir dənə yadınıza salaq görə URL ünvanı var idi. Düzgün URL ünvanı. Yazılışına baxaq. HTTP qoşa nöqtə verir. Buradan yazır nə? Buradan yazır server, yadınızdadırsa drop qoyur. Bir də fayl. Fayl həmişə harda olur? Sonda olur da. İndi burada HTTP protokolu veribdir. Qoşa nöqtəsini də qoyduq. Serveri də deyib burada verib. Serverimiz budur. Hansıdır? SP buraq neymiş? .com. Drop'umuzu, faylımızı da verir. Fayl hardadır? Faylda deyil, buradadır. Top.txt faylımız. İndi gəlin mövqelərini tapaq. Birinci J'dir, qoşa nöqtəmiz olan D'dir, SP olan A'dır. Nöqtəli komumuz da hardadır? C'dir. Drop'umuz tək B'dir. Top.txt-miz də F'dir, Y'dir. J ilə başlayır, Y ilə bitir. İkincidə D var. J ilə başlayıb Y ilə bitir, amma burada D-də var. Olur birinci variant. Sonra 26-da nə deyir? Aha, 26-ya diqqətlə baxsaq, tez görmək olur. Nədir burada? Baxaq. Demək, hər dəfə K-nı 10-a vurur, sonra qalığın, deməli, üzərinə qalıqları gəlir və ona bölə-bölə gedir. Deməli, burada qalıqları görürük, 4 proses gedəcək də. Qalıqları 4, 2, 3, 1. Bu da ədədin tərsini göstərən bir proqramdır. K-ları istəyir. Ona vurur və üzərinə qalıqları gəlir. Düzgün cavab variantımız A variantıdır. Keçdik 27-ci suala. 256 rəng var, 8 bitdi bu. Sonra 210-u bura yazsaq, 64-ü də yaza bilərik. Məsəl üçün 10 vurulsun, 2/6. Aha, nə istəyir bizdən? Həcmini kilobaytla istəyir. Yəni düsturumuz var idi, A vurulsun, B vurulsun, I bit bərabərdir həcmə. Yəni 2/10 vuraq. 10 vuraq, 2/6 vuraq, 2/3 bitə, 8 yazdıq. Və birbaşa kilobayta çevirək, 2/13-ə bölək. Bu da bizə nə verər? Baxaq. Deməli, 10 vurulsun,
10, 16, 19, 19'dan 16, 206, 64 də ona 640 nə? Kilobayt. Bu da oldu bizdə B variantı. 28. Ötürülmə surəti veribdi. Yəni bunun V'si var. T'si də T bərabərdir. 2 dəqiqəmiz 2-ni vururuq 60 saniyəyə, 120 saniyə. Bunu bir dəfəlik yazaq. Megabaytda. Deməli, burada Q bərabərdir. VT düsturundan getsək. Deməli, bizdən elə ümumi nə istəyir? Məlumat istəyir də. V-miz nə qədərdir? 10 megabit bölək saniyə vurulsun. T-miz nə qədərdir? 120 saniyə. Saniyələr getdi. Burada qaldı 1200 bit. Bunu da kilobayta çevirəndə neyinirik? 8-ə böləcəyik. O da verir bizə 150 nə? Kilo demir. Yox, megabayt. Megabaytla istəyir. Doğru cavab variantı 150. Keçək 29-a. Onluq say sistemində verib, ikili say sistemindəki sıfırların sayını istəyir. Ən xoşladığım üsul var. Yəni belə yazsaq, 518-i belə yaza bilərik. 518-ə yaxın qüvvəti nə götürə bilərik? 512. 512-nin üzərinə deməli neçə tamamlamalıyıq? 4-ü 1, 2-ni 1. Belə yazsaq, 2 üstü 9 üstə gələk, 2 üstü 2 üstə gələk, 2 üstü 1. Aha. İndi buradan 9 var. 8 yoxdur, 7 yoxdur, 6 yoxdur, 5, 4, 3, 2 var, 1 var, 0 yoxdur. Çevirdikmi ikiliyə? Sıfırların da sayını istəyir də. Hansılar? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə nə oldu? Sıfırımız oldu, 3 dənə də 1. 30-cu sual. Outlook proqramlaşdırma mühitində göstərmiş təsvirin alınması üçün nöqtələrin yerinə hansı komanda yazılmalıdır? Bir dənə bir tık kiçildək. Baxaq görək, şəkili tam görmək üçün. Aha, belə veribdi alt loqoda. İlkin vəziyyət, qələmi endirdik. Sonra qələm baş aşağı gəlir, belə bağa baş aşağı gəlir, sağa 180 dönür. Sağa baş aşağı gələrkən əvvəlcə burada yuxarıda dayanır da. 180 döndü, aşağı düşdü. 180 dərəcə. Belə çevrilir. Sonra irəli 100 addımlayır. Aha, bağa baş aşağı olanda bura sağına düşür, bura soluna düşür. 90 dərəcə dönməsi üçün sola vermək lazımdır. Sola 90. Deməli, buradan da gördüm ki, nə? Sola 90. Aha. İndi yenə də davamını gedək. Nə qədər gedəcək? Bu xəttin 2 mislidir. 200. Sonra, baxın, ən gözəl üsul həmişə belə xətləri verin, qırıq-qırıq xətləri. Baxın, burada 120 verib də sağa. Bağa da burada belə dayanıb. 120 vermək üçün 90 buradır. Burada var. 30 da buradır. Ümumi nə eləyir? 120 dərəcə. Bağa gəldi bura. Bəs salam irəliləyəcək 120 addımda irəli gedəcək. Deməli, bu nöqtələrin yerinə oldu nə? Sola 90. Düzgün cavab variantı A variantı. 31-ci sual. Algoritmin icrasından sonra x dəyişəninin qiymətini 7 verib. İlkin qiymətini istəyir. Sonda x nə alıbdı? Sonda x deyir 7 olsun. Arxadan önə davam eləyək. 7 bərabərdir. Bax, buradakı y-i gələn burada əvəz edirəm. X plus y çıxılsın x. X-lər getdi. Y-im oldu 7. Sonra nə edəcəm? Y-im 7 oldusa, aha, bax, bura 7 oldu. 7 bərabərdir. X bölə 2. Buradan da alınır ki, x-imiz 14. Aha, x-imiz 14-dürsə, əgər bura 14-dürsə, girişdə x-im neçədir? O da 14 bərabərdir. X plus 10-da. Buradan da alınır x nə? X də bərabərdir 4. Deməli, x 4 imiş ki, onunla toplayanda 14 alır. Cavab oldu B variantı. Sonra keçək 32-ci suala. Artıq yoruldum. HTML kod fraqmentinə əsasən siyahının nömrələrini istəyir. O, TG necə nömrələnmiş siyahıdır, nömrələnmiş. Baxırıq U. U nədir? Altdan xətti çəkəcək. Deməli, bu altdan xətlə gedir. Sonra, burada strongda açılış, bağlanış, strong qalın çəkir. Ümumiyyətlə, strongla bold TG qalındır. Qalın. Aha. M-dən də I TG kursivdir. Mali. İndi bununla bu ikisi eynidirsə, strongla. Amma biraz fərqi var da necə qalın, amma ümumi qalın gedir. Burada qalındır. Aha, bu aşağıda da instrumental proqram, burada da qalındır. Baxın, boldu veribdir. Bu da qalındır. Cavab variantlarında qalın, qalın, qalın. Burada bir dənə bunu çapda düşmür, qalın. Deməli, altdan xət var, bir dənə qalın, bir də burada qalın. Düzgün variant birinci variantdır. Birinci variant doğrudur. Bunu da aşağıda da var. Cavabı 1.
Sonra baxaq 33-ə. İki fərqli komandanı deyir, yerinə yetir. Birincidə 2 vahid artırır, ikincidə B dəfə artırır. 2 vahid artırır, 2 ədədindən başlayır. Deməli, burada baxıram 1. 2 vahid artırdı, oldu 4. Sonra keçdi ikinciyə, B dəfə artırdı. 4-ü vurur B-yə. Burada bunu 4 eləyək, birbaşa yazaq. 4B. Yəni 2 plus 2 vuraq B, 4B. Burada oldu 4B, bərabərdir. Sonra burada neynədir? Sonra təzədən 2 vahid artırdı. 4B-nin üzərinə bir də 2 gəldi. Burada neynədi ikincidə? B dəfə artırdı. Vurdu bunu B-yə. Vurduq B-yə. Sonra burada neynədi? Bir də 2 vahid artırır və sonda deyir 44 alsın. İndi bununla gedəsi olsaq, yazıram. Nə verəcək? 4B kvadrat plus 2B bərabərdir. 44-dən 2-ni çıxsa 42. Hər tərəfi də 2-yə bölə bilərəm də. Mən kvadrat tənliyə gətirə də bilərik, amma hər tərəfi 2-yə bölsək, 2-yə böl. 2-yə böləndə onda 2B kvadratı plus B bərabər 21. İndi biz B-yə nə verək ki, 21-i ödəmiş olsun? Baxın variantlardan. 5, 3, 6, 2, 4. B-yə 3 versək, baxın 2 vuraq, 3-ün kvadratı 9, üstə gələ 3. 18-in üstünə 3, 21-i vermiş oldu. Deməli, doğru cavab oldu B bəndi. Keçək 34-cü suala. Baxaq, 34-cü sualda nə istəyir? Aha. Deməli, proqramın nəticəsini istəyir. Əvvəlcə gəlin i'ləri tapaq. Baxın, bura başlanğıcdır. Bura sondur, bu isə addımdır. İndi yazaq. İ bərabərdir. Deməli, 1-dən başlayır. 1, 4, 7, 10, 13, sonra 16, 19. Dayandıq. İndi burada i gəlib bir qiymətini götürərkən s necə olacaq? 1-in üzərinə gəlir, 1-i bölür 1-ə. 1-i bölür, açıq yazımda. Bu elədi 2. Sonra i gəlib 4 qiymətini alanda. Baxın, bu 4. 1-i aldıq, sonra keçirik 4-ə. S bərabərdir. 2-nin üzərinə gəlir. i-nin qiyməti olmuşdu 4. 4-ü bölür nəyə? S-dən almışdıq 2. 4 burada elədi. Sonra i bərabərdir 7 qiymətində, s bərabərdir. S-in qiyməti 4, üstə gələk 7-ni bölürük nəyə? 4-ə. 5. Sonra i bərabərdir 8, 8 nəymiş? 10 qiymətində. Deməli, s bərabərdir. 5-in üzərinə gəlirik. i'miz neçədir? 7-ni bölür 5-ə. Bu da olur 1, 6. Düz hesabladıqmı? 10 qiymətində, S-in son qiymət 5, üstünə gəlir, i'miz oldu. Ay, burada 10 eləməlidir. Mən 7 yazmışam, axı 10. Hə, 10. Deməli, 5 üstə gələk, 10 bölək 5. Bu da elə 2, 2 üstə də 5, 7. Bura 7 verdi. Sonra i bərabərdir 10 üstə, s bərabərdir. S-in qiyməti neçə idi? 7 üstə gəlinsin. i'miz də 13-dür. 13-ü nəyə bölürük? 7-yə. Bu da düşür bir dəfə. Bir dəfə 8 verəcək. Və i gəlib 16 qiymətində s bərabərdir. S-in qiyməti 8 üstə gəlinsin. 16-nı bölür 8-ə. 10 da burada verir və sonuncu 19-u yoxlayırıq. 19 qiymətində də deməli s bərabərdə yorulmuşam deyə xəttim əyri gedir artıq. Deməli, S-in qiyməti 10 üstə gəlinsin. Deməli, S-dən 10-u 19-u bölürük nəyə? 10-a. Burada olur tam 1, üstünə 10 gələndə eləyir 11. Doğru cavab variantı olur. Bizdən də S-i soruşur da 11. Sonra keçək 36-cı suala. Sətirlərin sayı 12, sütunların sayısı x olan cədvəl əlavə edildi. 6 sətir silib, sütunun sayını 3 vahid artırandan sonra ümumi sayı 60 olubdur. Xanaların sayı sütunun sayını istəyir. Sətir sütun bizdə nə verir? Sətir sütun ümumi xana verir, düzdür? İndi bizim sətrimizin sayı 12-dir. Sütunumuzun da sayı x-dir də. Sonra deyir 6-sı silindi. Deməli 12-dən 6-sını silibdir. Sətrin. Sətir. Hə, burada qalıb 6-sı. Deməli, bura yazıram 6 vurulsun. Sütun nə qədərdir? Sütun da əvvəl x idi, 3 vahiddə artırıq. X plus 3 yazaq. Xana nə qədər idi? 60 idi da. Burada yazıram 60. Deməli, x plus 3 bərabərdir. 66-ya böləndə 10, x də bərabərdir, olur 7. Deməli, bizdən də soruşur, sütunların sayı olur 7. Keçək 37-ci suala. A-dan F-ə doğru. Aha, burada gərək qraf quraq. Əvvəlcə bunu belə birləşdirim. Çapda belə düşübdür. Gözümüz öyrəşib, alışıbdır bu kəsişmə nöqtələrinə. Bunu qeyd edeyim.
ki bizi çaşdırmasın. Baxaq, A, F məntəqələrində ən qısa yolu istəyir. Baxıram, A məntəqəsindən B məntəqəsinə gələndə 5. Sonra A-dan C-yə gələndə 7. Sonra B-dən A-ya, B-dən C-yə. B-dən C-yə nə qədərdir? B-dən də C-yə 7 burada. Sonra B-dən D-yə. D-ni də bura yazaq. B-dən D-yə nə qədərdir? 4. Sonra B-dən Y-yə. B-dən Y-yə. B-dən də Y-yə nə qədər? 8. Sonra C-dən A-ya, C-dən B-yə. Sonra bir də C-dən B-yə. Niyə yoruldum, dayandım bilmirəm. C-dən B-yə var. C-dən Y-yə. Hə, bunu qoymamışam. C-dən Y-yə 5. Sonra D-dən B-yə qoymuşduq. D-dən Y-yə. D-dən Y-ni də götürün. Burada nə olsun? D-dən Y 2 çəkisi. Sonra Y-dən B-yə var. Y-dən C-yə var. Y-dən D-yə var. Y-dən F-ə. F-i də burada verək. Y-dən F-ə nə qədər olsun? 1. Aha, F-dən də Y-yə var. Deməli, bizdə ən qısa yolun çəkisini istəyir. Baxsaq bir dənə geçsin. Məsələn, bu yolla geçsək, bax belə. 5, 8, 1. 14 eləyir, çox eləyir. Bu yolla geçsək, bax belə geçsək, düşünürəm ki, bax bu yolla geçsək nə verir? Bura 5, sonra bura 4. Bir də bura ilə geçsək. 2, bir də F-ə doğru. 1. Deməli, 5, 4, 9, 12 də bura verir. 12. 12 dənə deməli bizim yolun ən qısa yolun uzunluğunu vermiş olur. Ondan da az olanlara da baxa bilərsiniz, amma mən 12 almış oldum. B variantı. 37. Elektron cədvəl verilibdir. Aha, cədvəldə deməli B1 xanasını soruşur. B1-imiz nə qədərdir? X-dir. Yazaq bura X. Deməli A2 C2 diapazonuna əsasən belə bir pay diaqramımız qurulubdur. Yazaq qeyd edək. Sadə əqrəb istiqamətində geçsək. A2, B2, aha, bir də nə? C2. İndi C2 ilə A2 baxın 43%, 43% də bərabərdir, düzdür? İndi burada qeyd edək, gəlin tapaq xanaların nədir? Xanalar diapazonda olan ədədləri. Deməli bizim A2-miz nə qədərdir? A2-miz C1-dən A1-i çıxır. 6-dan 1, 3. Bura oldu 3. Sonra keçək B2-yə. B2-miz nə qədərdir? B1-dən A1-i çıxır, yəni X-dən çıxır 3-ü, bölür 2-yə. Aha, C-yə baxaq. C2-miz nə qədərdir? C2-miz də A1-in üzərinə gəlir B2-ni, yəni 3-ün üzərinə gəlir. B2 nə qədərdir? B1-dən A1-i çıxır. X çıxaq 3. Aha, bölür 2-yə. Sonra 1 də var, geri var. Bunu açıq yazsa, qısaltsa, deməli X minus 3 bölünsün 2-yə. Sonra plus 2 yazaq da. 3 buradan, 1 buradan. İndi burada A2 ilə C2 bir-birinə bərabərdir. 43% veribdir. Bu bizim işimizə yarayacaq, işimizi asanlaşdıracaq. İndi yazaq buradan. X minus 3 bölünsün 2, üstə gələk 2 bərabərdir 3-ə. Buradan da alsaq, deməli, neyini edirik? 3-ü bu 2-ni o tərəfə keçirəndə x minus 3 bölək 2 bərabərdir 1-ə. Buradan da alınır ki, deməli, x minus 3 bərabərdir 2-yə, x də bərabərdir, toplasaq 5-ə. Və yaxud da hər tərəfi 2-yə də vurub, yəni ixtisar edib tapa bilərik rahat. Deməli, doğru cavab variantımız olmuş olur 5. Demək, x-i aldıq ki 5. Keçək 38-ci suala. Hə, 38-ci sualda baxın, bax düstur veribdir, buradan alınır çıxarılışı. Deməli burada neyinir? Hər dəfə neynəməliyik? Bax variantlardan uyğunlaşdıraq görək. Deməli burada sayır, S-i N-ə vurur. Kvadrat varsa, baxın kvadratı verən nə ola bilər? Bir dənə kvadratı verən, bir burada uyğunluq var, bir burada uyğunluq var. Amma burada S-in üstünə N gəlir. Və ardıcılığa da baxın. Bax 1, 2, 3. Deməli N-i bir vahid artırır da. Mən bura yazsam ki, N-i bir vahid artırsam, N-i bir vahid artırsam, bax bununla gedirəm. Sonra S-in də üzərinə gəlirəm hər dəfə, N-i vururam N-ə, yəni kvadratına. İndi baxaq, mən 1-2 dənəsini geçsəm, mən şagirdlərimə də, müəllimlərə də demişəm ki, həmişə N-ə qiymət verin, 1-2-sini gedin, görəcəksiniz ki, corab söküyü kimi açacaq. Yəni,
Başlanğıc sıfırdır onsuz da. Sıfır eni verir. Kiçikdir 30-dan. Deyir, hə, girir dövrə. Eni bir vahid artırdı. En onsuz da sıfırdır, 1 olur. S nə olur bəs? Hər dəfə S sıfır verib də, sıfırın üstünə gəlir, eni vurur enə. Biri birə vuranda olur 1-in kvadratı. Sonra gəlib bir M1-dən girəndə 1 kiçikdir 30 hə deyəcək. Yenə burada nə edəcək? N artıq 2 olacaq. Bu zaman S-in arxasınca gedəcək də. Yəni 1-in kvadratının üzərinə gələcək, N-i vuracaq. 2-ni 2-yə vuracaq, olacaq 2-nin kvadratı. Bax, bu cür davam eləyir. Sonuncuda 29 ilə də dövrə girir. 29 plus 1 də 30 alır burada. 29 plus burada 30 alır. Aha. 30 alandan sonra eni 30'u burada 30'a vuracaq da. 30'u 30'a da vurur. Yəni n kvadratı ilə və dövrümüz işləmiş olur. Deməli, doğru cavab variantımız, bax, bu hissədə A, B, C variantıdır. Keçək 39-a. Aha, 39-da sürüşdürmədir. Deməli, B2-dən C3-ə gəl. B2 xanamız haradır? Yazıram bura. B2 bərabərdir. SQRT kvadratdır, kök alacaq. Deməli, bu nisbətdir, dəyişilmir. Üstə gələk. B1-i vurur. Deməli, bu da dəyişilməyəcək. Mütləq qiyməti. B2-dən C3-ə gəlir. C3-ə. Aha, burada baxırıq ki, sütun da bir vahid artıb, sətir də bir vahid artıb. İndi baxıram. SQRT, deməli, bu qalır yerində. A1 olacaq A2-yə. Üstə gələk. B də sütun sətir artır. C2-yə. Bu da dəyişilməz qalır da. İndi burada qiymətləri tapmağımız istəyir. C3 xanasının qiymətini istəyir. Burada nə olacaq? C3 xanasının qiymətini, buranı gəlin həll edin. Onsuz da bu qiymət burada var da. Görək burada cavab nə verir? SQRT A1. A1-dən nə çıxdı? 64-dən çıxır. Nə? 64-dən çıxdı 8. Düzdür? Bura oldu 8. Üstə gələk. B1 nədir? 4. Bura C1 3. 12 üstünə 8 gələndə nə verir bizə? Düzgün hesabladıq. A1 64. 64-dən 8 çıxır. Üstünə gəlir. B1-in qiyməti. B1 hə 4-dür. 4-ü də vurur C1-ə, 3-ə. 12, 8, 19. Düşürəm aşağıya. Burada aldım 19. Elə mən. Görün düzgün hesabladıqmı? Aşağıya baxaq. Burada SQRT A2. A2-dən nə çıxır? 4-dən kök çıxacaq 2. Üstünə gələcək. C2 nə olacaq? C2 17. 17-ni də vurur C1-ə, 3-ə. Düzdürmü? Aha. 17-ni 3-ə vuranda nə verir bizə? Üstünə də 2 gəlir. Demək, 51 plus 2, o da eləyir 53. Düzgün cavab variantımız bu variant olmuş oldu. Sonra keçək digər suala. Baxaq, aha. Sonuncu sualımızdır. Sonuncu sualda baxaq görək. Sorğulardır. Hər ildə qəbula da düşən sual tiplərindəndir. Deməli, Yandex sorğusu üzrə nəticəni istəyir bizdən. Bir dənə diqqət yetirir. Görürük ki, burada bir dənə 0 var. Deməli, Google-dan Yahoo kəsişmirsə, bu diaqramlar bir-biri ilə görüşməyəcək. Buna görə 3 dənə yan-yanaşı vermiş oluram. Baxın, 3-ü də belə. Buradan yazıram. Birinci Google-dur. Sonra ikinci birinci Google-dan Yandex görüşməyəcək. Ona görə Yahoo-nu buradan yazıram. Yandex-i də buradan yazıram. Axı 0 daxı kəsişməsi. Sonra, indi baxıram kəsişmələrə. Burada 130 görürəm. Yandex-dən Yahoo hardadır? Yandex burada, Yahoo burada. Bura yazıram 130. Aha, bura 130-dur. Sonra Google-dan Yahoo-ya da baxıram. Burada 120. 120 də bura olmuş olur. Ümumi Google-un qiyməti nə qədərdir? Ümumi 200-dür, düzdür? 200. 200-dən 120 çıxanda bura eləyir 80. Sonra, bəs Yahoo-nu verib? Bəli, 400 veribdir. Burada 400-dür. 400-dən də 120 bu, 130 bu. 250-ni çıxsam, burada qalır 150. Yandex-imiz bilinmir. X yazıram. Ümumi də nə qədərdir? Ümumi də 3-ünün birləşməsi 700-dür. Deməli, tənliyimizi qurmuş olsaq, tənliyimizi quraq. Buradan quraq da tənliyimizi. 80, üstə gələk 120, üstə gələk 150, üstə gələk 30, üstə gələnsin x bərabərdir 700. Deməli, bu nə eləyir? 80, 120, 200, 200-ün üstünə 150, 350, üstünə də 30 gələndə 380. 380 üstünə x bərabərdir 700-ə, x də bərabərdir 700, 400, 400-dən də 80 çıxsaq, 320. Aha, mən 320-ni aldım.
Yandexi soruşur da bizdən X yox, Yandexi soruşur. İndi buranı tapdıq ki 320-dir. Bax bura 320-dir. Və ümumi Yandex nə qədərdir? 130-un da üstünə 320 gələk Yandex sorulsu üzrə. Yandex 320 üstə gələk 130. O da bizə nə verəcəkdir? Neçə verəcək? 450, 350 deyin görüm 130'du mu? 320, 130. 450 aldım axı mən. Hardasa səhv elədim, hardasa səhv elədim. 220. Bir dəqiqə baxaq. 80 bura, 120 bura, 150, 30, 320. 320 yoxsa 220? Hə, 700-dən 380, 220 olmalıdır burada. 220-dirsə, aha, burada səhvlik eləmişəm. Onda 350 verəcək. Aha, indi düzdür bax. 350. Demək düzgün variantımız A variantı olmuş oldu. Bu qədər ümidvaram ki, videom sizə faydalı olmuş oldu. Əgər qruplarda materialları görsəm, ayın 24-ü üçün paylaşımlar olsa, onu da çalışacağam ki, sizlər üçün paylaşım edim və izləyəsiniz, faydalanasınız. Bu qədər hələlik. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Sağ olun.